Esselamu Aleyküm. Bugün mən sizlərə Allahın Əl-Mütəkəbbir adından bəhs eləmək istəyirəm və inşallah da birlikdə dua eləyərik. Əl-Mütəkəbbir həqiqi böyüklük, uca məqam və sonsuz dəyər sahibi olandır. Ucalığın və böyüklüyünün ən kamil təcəllisidir. Əl-Mütəkəbbir ehtiyac, nöqsan və acizliyi ifadə edən hər cür sifətdən münezzeh olandır. Əl-Mütəkəbbir adı Qurani-Kərimdə yalnız Həşr surəsində keçməkdədir və Allahu Teala'ya aid olaraq zikr edilmişdir. Quranda bu söz ümumilikdə 6 dəfə keçir. İnsanlar haqqında işlədildikdə isə özünü boş yerə böyük sayan, təkəbbür göstərən və qürurlanan mənasını ifadə edir. Qurani-Kərimdə Nəhl surəsində də keçməkdədir. Onlara deyirlər, içində əbədi qalmaq üçün cəhənnəmin qapılarından daxil olun. Təkəbbürlərin yeri necə də pisdir. İndi də Əl-Mütəkəbbir adı ilə birlikdə duamızı edək. Ey Rəbbim, sən bugünümüzün də, sabahımızın da sahibisən. Sən axıb gedən zamanın sahibisən. Sən iblisin xisləti olan təkəbbürə qapılıb özünü itirənləri zəlil edənsən. Sən böyüklük iddiasına düşənləri yerlə yeksan edənsən. Sən əzəmətin qarşısında boynu bükük səcdə edənləri utandırmayansan. Sən əzəmətin qarşısında baş əyənləri ucaldansan. Sən hər cür nöqsandan uzaq və sonsuz ucasan. Ey Rəbbim, sən mülkün yeganə sahibisən. Varlığı əzəli və əbədi olan sənsən. Bağışlanması bol olan sənsən. Rəhməti qəzəbini üstələyən sənsən. Sən heç bir varlığa boyun əyməyən, bütün varlıqlara öz huzurunda boyun əydirənsən. Sən Əl-Mütəkəbbirsən. Ey Rəbbim, sən bizi tərbiyə edən Rəbbimiz Allahsan. Ey Rəbbim, ey Əl-Mütəkəbbir, bizi sənin nəzəmətin qarşısında baş əyən qullarından et. Bizə təvazökarlıq nəsib et, ey Rəbbim. Bizi iblisin libası olan təkəbbürdən uzaq tut. Qəlblərimizi təkəbbürdən təmizlə. Əvvəli təvəkkül, sonu isə razılıq olan qədərin qarşısında tam təslim olmağı bizə nəsib et. Ey Əl-Mütəkəbbir, qəlblərimizə kamil və tam təvəkkülü yerləşdir. Amin.